Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən Arzum 99-99 dəqəli tiktoker İlduza Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Xəzər rayon məhkəməsində keçirilən prosesdə tiktokerin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov gəlmədikləri üçün məhkəmə təxirə salınıb. Qeyd edək ki, bugün keçirilməsi nəzərdə tutulan sonuncu prosesdə hökmün elan edilməsi gözlənilirdi. Məhkəmənin yekun icrası iyulun 2-sinə təyin edilib. Xatırladaq ki, dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəmədə tiktoker Arzumun 3 il sürücülük hüququndan məhrum edilməsi və məhkəmə zalından həbs olunmaqla 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onda qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə xəsarət alıb. İstintaq dövründə bloger Arzum barəsində başqa yerə getməmək barədə iltizam qəti imkan tədbiri seçilib.